Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisas Artırma Mərkəzi tərəfindən incəsənət məktəb və mərkəzləri müəllimlərinin inkişaf yönümlü təlimləri davam edir. 450-dən çox müəllimi əhatə edən inkişaf yönümlü təlimlər çərçivəsində tar, kamança və qarmon ixtisasları üzrə əyani dərslərə başlanılıb. Dərslərin əsas məqsədi təhsil verənlərin praktik hazırlığını gücləndirmək, nəzəri biliklərini təkmilləşdirmək və onların növbəti işə qəbul üzrə müsabiqəyə daha hazırlıqlı şəkildə qoşulmalarına dəstək verməkdir. İyul ayının 9-dan 17-sinədək Gəncə, Ağcabədi və Mingəçevir şəhərlərində tar, kamança və qarmon ixtisasları üzrə dərslər əyani şəkildə icra olunmuşdur. Təlim proqramı çərçivəsində əyani dərslərin sahə üzrə təcrübəli mütəxəssislər tərəfindən aparılması iştirakçıların ifaçılıq bacarıqlarının inkişafına və tədrisin keyfiyyətinə müsbət təsir göstərmişdir. Təlimlərin davamı olaraq fortepiano ixtisası üzrə bu kateqoriyadan olan təhsil verənlər üçün 23 iyul tarixindən inkişaf yönümlü əyani dərslərin təşkili nəzərdə tutulub. Dərslərin əsas məqsədi təhsil verənlərin praktik hazırlığını gücləndirmək, nəzəri biliklərini təkmilləşdirmək və onların növbəti işə qəbul üzrə müsabiqəyə daha hazırlıqlı şəkildə qatılmalarına dəstək verməkdir.